Təsriflənən feillər yalnız feili xəbərə aid olur, yoxsa təsriflənməyən feillər? Danış da, mikrofon əlindədir. Yəni yalnız feili xəbərə aid olan hansıdır? Buyur Fariz. Bəli, təsriflənən feillər. Digərləri isə Pünhan, biz dedik ki, ikinci bilik hissəsində xüsusiyyətini daşıyacaq. Ən əsas məqamları demək olar ki, danışdıq, keçid alaq məsələ. Əli, buyur. Nə idi məsələ? Hansı şəkilçilərlə düzəlir? Məsələ həm feillər, həm dəyişmə xüsusiyyətlərinə malik ola bilir. Şəkilçisi mag üstü 2-dir, mag mərk. Ondan sonra... Bəs mamə necə uşaqlar? Mamə məsələ şəkilçisi ola bilərmi? İslam hələ kitabı vərəqli. Olur adamlar şey göydən gəlir düşür. Günhan buyur. Vay anam vay! Ve tebrik ettim. Heyecanlandım. Buyur Fariz. Niye ola bilmir ki? Puh seni gibi arkadaşa lan! Psikolojim yerinde değil diyorum. Böyle mi yani yan çıkılıyor? Böyle mi arkadaşlık oluyor yani? Mamədən sonra mənsubiyyət gəlsə, məsələn, onun oxumağı, onun oxumağı mənasında. O zaman ola bilər. Yeter, bana da yazdık ya. Bu nedir? Delilerin içine düşmüşüm, çıkamıyorum ha. Cahile bu. Yaxşı, məsələrin var feylə aid xüsusiyyətləri, var ismə aid xüsusiyyətləri. Məsələrin feylə aid xüsusiyyətləri, Fariz buyur. Təsdiqdə və ya inkarda olur. Məsələ də